V bərabər 2 pi r bölü t'dir. Periyod sabit qalanda radius 2 dəfə azalırsa, xətti sürət 2 dəfə azalar. Bucaq sürəti omega bərabər 2 pi bölünsün t'dir. Periyod sabit qalıbsa, bucaq sürəti dəyişməz. Dövrətmə tezliyi də ki, n bərabər 1 bölü t'dir. Periyod sabit qalıbsa, tezlikdə dəyişməz. 1 doğrudur. İntensivlik artıranda və yaxud da tezliyi artıranda çıxış işi dəyişmir. Hər maddənin özünün çıxış işi var. Doyma cəryan şiddətinin qiyməti intensivlik artanda artır. Metal tərk edən elektronların sayı. Qopan elektronların sayı işığın intensivliyini artıranda artır. Ləngidici gərginlik. Deməli, tənliyi yazırıq. Y foton bərabər A çıxış üstəgəl Y kinetik. Onda yerinə yazırıq. A çıxış üstəgəl YU. Sonra YU-nu buradan tapırıq. Y foton çıxılsın A çıxış. YU bərabər Y foton yerinə H-nü yazırıq. H-nü minimum. Tezliyi artıranda ləngidici gərginlik də artır. Həmçinin də fotoelektronların kinetik enerjisi də yaza bilərik. O da artasıdır. Deməli, H hündürlüyündə olanda 2 kilopascal təzyiq var. M səviyyəsinə qədər doldurduqda artıq hündürlük 3H olur. Mayələrin təzyiqi ρGH ilə tapılır da. ρGH əgər 2 kilopascaldırsa, onda 3 ρGH olacaq 6 kilopascal. Başlanğıc sürəti 20-dir. Qalxma müddəti olacaq V0 bölünsün J, 20 bölünsün 10, 2 saniyə. Uçuş müddəti olacaq 4 saniyə. Əvvəlcə yavaşlayan hərəkət eləyir, sonra yeyinləşən. D variantı. Əgər tezlik 2 dəfə artıbsa, L də sabitdirsə, onda belə çıxır ki, tutum 4 dəfə azalıb ki, tezlik 2 dəfə artıb. Tutum 4 dəfə azalıb. Tərs asılıdır, amma kök altı. Dayağın reaksiya qüvvəsi 30 Newton'dursa, deməli çəkisi 30 Newton'dur. Sükunətdə olan cismin çəkisi ilə ağırlıq qüvvəsinə bərabər olur. Onda 3 kiloqramdır demək ki. Kondensatorun tutumu sabit qalacaq, o gərginlikdən asılı deyil. Enerjidəki Cu kvadratı bölünsün 2-dir. Əgər gərginlik 2 dəfə artıbsa, enerji 4 dəfə artar. İnterferensiyada minimum alınması üçün delta D bərabərdir 2K plus 1 lambda bölü 2. Məsələn, K'ya 1 versək, orada alınacaq 1,5 lambda. K'ya 2 versək, orada alınacaq 4, 5, 2,5 lambda. Yəni, 10,5 misillər alınır. Tam olmur. 10,5 olmalıdır. B variantı. 10-cu saniyənin sonu elə 10 saniyə deməkdir. Zamanın yerinə 10 yazırıq. 12 olacaq. Rezistorun müqaviməti R bərabər U bölünsün I ilə təyin eləmək olar. Ampermetr, bir də voltmetr lazımdır. EHQ bərabərdir delta fi bölünsün delta T'dir. Qiymətləri arasında. 3-də ümumiyyətlə sabit olduğu üçün 0-dır. 1 ilə 2-yə baxsaq, onlar da eyni bir xəttin üzərindədirlər. Necə ki, bizə belə bir qrafik verəndə bunun bütün nöqtələrində bərabər təcilli hərəkət olur. A1 bərabər, A2 bərabər, A3. Eləcə də burada EHQ 1 2-yə bərabər olacaq. Eyni bir qrafikin üzərində yerləşirlər. Onlar da təbii ki də 0-dan fərqli olmalıdırlar, çünki dəyişir də fi. Amma 3-də 0-dır. Necə ki AV-nin törəməsidir, EHQ da fi-nin törəməsidir. Cisim çökük güzgüdə R-dən uzaqda yerləşib. Onda xəyal F-lə R-in arasında alınır. Kiçildilmiş və tərsinə. Həqiqi xəyaldır, tərsinə xəyaldır, düzünə yox. Kiçildilmiş xəyaldır, fokusda yerləşmir. Güzgü ilə fokus arasında yox. Momentlər qaydasını tətbiq eləyək. Deməli, M1 M-dir, M2-ni soruşur.
M2J vur qolu 2 damadır. Bərabərdir. M vur qolu 1, 2, 3, 4, 5, 6'dır. Şeyler ixtisar gedəcək. 2, M2 bərabər olacaq 6M. M2 də bərabər olacaq 3M. Və ya deyə bilərsiniz ki, bunun qolu 2'dir, bunun da qolu 6'dır. 6 2'dən 3 dəfə çoxdur. Onda M2'nin qolu qısa olduğu üçün kütləsi 3 dəfə çox olmalıdır. T bərabərdir 2πm bölünsün QB-dir. Deməli, sürətdən asılı deyil, artmaz. Maqnit induksiyasının modulu azalanda, azalanda artar. İstiqamətə baxsaq, tutaq ki, maqnit induksiyası X-dır. Onda sol əllə təyin eləyəndə yuxarı doğru Lorentz qüvvəsi təsir göstərir. Sonra nöqtə eləsək, onda aşağı doğru Lorentz qüvvəsi təsir göstərəcək. Yəni, Lorentz qüvvəsinin istiqamətini dəyişir. Periodun qiymətində onun bir aidiyyatı yoxdur. Yalnız 3. F2 4 Newtondursa, bölgülər də bərabərdirsə, deməli, hər balaca xətt 4 Newtona uyğun gəlir. Əvəzləyicini tapmaq üçün proyeksiyaya ayırırıq. Bunu ayırdım. Daha sonra bu vektoru da proyeksiyaya ayırım. Deməli, yuxarı doğru 2 dənə var, aşağı doğru da 2 dənə var. Onlar bir-birlərini aparacaqlar. Sağa doğru 2 dama var, sola doğru 4 dənədir də. Onda qalacaq sola doğru 4-dən 2'sini çıxacaq. Qalacaq 2 dama. Hər dama 4 Newtondursa, onda cavabımız olacaq 8 Newton. Verilmiş kütləli deyir, M konstantdır. İzobar deyir, deməli P konstantdır. Soyutduqda temperatur azalır. PV bərabər Newton-yə əsasən həcmdə azalır. Molekulların orta kinetik enerjisi yox, temperatur dəyişəndə o da dəyişir. Qazın həcmi artmır, konsentrasiya, azalmır, konsentrasiya artır. N bölü V'dir. Həcm azalır, konsentrasiya artır. Molekulların orta kvadratik sürəti, V bərabər kökün altında 3RT bölünsün M'dir. Temperatur azalanda o da azalır. Qazın sıxlığı yox. Qazın sıxlığı da Rho bərabər M bölü V'dir. Həcm azalanda sıxlıq artmalıdır. Deməli, K açarını bağladıqda cəryan müsbətdən gələcək. Bura qədər. Sonra bu mənfi qütbü müsbətə qoşulub, müsbət qütbü mənfiyə qoşulub. Buna görə oradan keçəsi deyil, buradan keçəcək. Belə. Yəni, bu lampa və bu lampa yanaş. Deyəsən, L1 və L3'dür o. İzotermik T konstant, həcmi də azaldırıq. Doymayan buxar ideal qaz qanunlarına tabi olur. İzotermik temperatur dəyişmir, sıxlıq. Rho bərabər M bölü V'dir. Sıxdıqda həcm azalırsa sıxlıq artmalıdır. 3/2 vurulsun 10 üstü mənfi 19'u bölürük 1/6 vurulsun 10 üstü mənfi 19'a. Bu da eləyir 2. İyondakı elektronların sayını tapın. İyonun yükü müsbətdir də. Müsbət 3/2 vur 10 üstü mənfi 19'dur. Deməli, müsbət iyondur. Onda da ki, elektronların sayı protonların sayından az olmalıdır 2 dənə. 18. Kondensator. İm bərabərdir. UM bölünsün XC. UM bölünsün XC'nin yerinə 1 bölü omega C yazırıq. C qalxır yuxarı. Omega da həmçinin. M bərabər olur UM omega C. Omeganın da yerinə 2pi nu yazarıq. Düz mütənasib aslı olacaq. A bərabərdir Fs. MAS. Hərəkətə başlayır deyirsə, başlanğıc sürəti 0'dır. S-in də yerinə AT kvadratı bölü 2 yazaram. MA kvadratı T kvadratı bölü 2. 0,5 təcilin kvadratı 4 verəcək. Zaman 4 kvadratı 16 verəcək bölü 2.
Qazın gördüyü işin sıfıra bərabər olması üçün həcm sabit qalmalıdır. İzoxor proseslər axtarırıq. 1, 2 və 3, 4. Yox, bunlar. Əgər PT-dən düz asılıdırsa, onda demək ki, həcm sabit qalıb. PV bərabər μ RT-yə əsasən. Maqnit sahəsinin enerjisi fi kvadratı bölünsün 2L. Oradan L-i tapsaq, fi kvadratı bölünsün 2W verər. 0,4, 0,4, 0,8. Bu ilə bu gedir, 2 qalır. Bu da eləyir 0,1. Sürət koordinatın törəməsidir, o da 3-ə bərabərdir. İmpulsunun modulunu hesablayın. P bərabər mv'dir. 4 vur 3, 12 verər. K-nı veriblər. Uzanmanı veriblər 4 cm, %4 metr. mj bərabər kx tarazlıqdadır. Kütləni soruşur. Kx bölünsün j. 30 vur 0,4 bölünsün 10. Bu da eləyəcək 0,12 kilogram. 120 qram. Qrafikin OA hissəsində Hooke qanunu ödənilir. Bu doğrudur. AB hissəsində mexaniki gərginlik nisbi uzanmadan düz mütənasibdir. Sigma bərabərdir epsilon y. Hooke qanununun riyazi ifadəsidir. O da ki, OA hissəsinə uyğun gəlir. BC hissəsində materialın axması baş verir. CD hissəsindədir. Deformasiya elastikidir. Bu da yanlışdır. DM hissəsində deformasiya qeyri-elastikdir. Bu doğrudur. Alfa şüalanma nüvənin yük ədədi bir vahid artır. Yox, nüvənin yük ədədi 2 vahid azalır. Aha, Z-2-dir. Nüvənin yük ədədi dəyişmir. Ümumiyyətlə dəyişməyən yoxdur. Nüvənin kütlə ədədi 4 vahid azalır. A-4 alfaya aiddir. Nüvənin yük ədədi 1 vahid artır. Z+1 beta mənfiyə aiddir. 1 vahid artır. Daha sonra nüvədəki neytronların sayı 1 vahid azalır. Deməli, protonların sayı əgər 1 vahid azalırsa, kütlə ədədi elə eyni qalması üçün neytronların sayının 1 vahid azalması lazımdır. Onda protonların sayı artan götürməliyik. Yəni, elektron mənfi, beta mənfi şüalanma. Qamma şüalanmada nüvənin yük ədədi dəyişmir. Heç kütlə ədədi də dəyişmir.